Bugün 9 aprel günüdür. Demək biz Zabrat Məşdağa yolundayıq. Zabrat dairəsindən Məşdağaya gedən yol 4 aprel tarixində yağan leysan yağışdan sonra bu hala düşmüşdü. Aidiyyatı qurumlar bir dəfə su pompaları ilə suyu kənarlaşdırsalar da bir neçə saatdan sonra yenidən demək bu mənzərə geri qayıtdı. Çünki burada demək yaxın məsafədə yerləşən bataqlıq ərazisinin səviyyəsi asfalt səviyyəsindən daha yuxarıdır. O əraziyə, yəni bataqlıq ərazisinə vurulan su istər-istəməz bir müddətdən sonra geri qayıdır. Demək bu yolla Məşdağa qəsəbəsinə, Savalan qəsəbəsinə, Ramanı qəsəbəsinə, Ramanı savxozuna, Buzovnaya, Alballıya gedən bütün marşrut avtobusları, sakinlərin şəxsi maşınları, bu ərazidə yerləşən helikopter aeroportuna gedən maşınlar, Gömrük Akademiyasına gedən maşınlar, avtomobillərin texniki baxış məntəqəsinə gedən maşınlar hamısı bu ərazidən keçir və böyük tıxaclar yaranır. Biz aidiyyatı qurumlardan sakin kimi mən xahiş edirəm ki, yəni bu ərazidə yaşayan sakin kimi bütün sakinlərin adından xahiş edirəm ki, aidiyyatı qurumlar bir əncam çəksinlər ki, bu problem aradan götürülsün. Hər dəfə eyni demək xırda yağış yağan zamanda Bakının heç bir ərazisində su yığımı yığılmasa belə bu ərazidə mütləq bu formada su yığılır. Çıxış yolu da çox güman ki, yol asfalt səviyyəsini qaldırmaq yaxud da ki, kanalizasiya xətti çəkilməsidir. Bunu aidiyyatı qurumlar daha yaxşı bilirlər, özləri planlaşdırıb həll edə bilərlər. Sadəcə bizim xahişimiz budur ki, bu məsələ, bu problem aradan qaldırılsın. Bugün 9 aprel tarixidir. 4 aprel tarixində yağmış leysanlar nəticəsində Zabrat Məşdağa yolunda yığılmış qrunt suları demək avtomobillərin gedişinə mane olduğunu siz də görürsünüz hal-hazırda. Demək buradan marşrut avtobusları Buzovnaya, Savalana, Məşdağaya, Ramanı savxoza və digər ərazilərə gedən avtobus marşrutları, sakinlərin şəxsi avtomobilləri, Gömrük Akademiyasına, avtomobillərin texniki baxış məntəqəsinə, helikopter aeroportuna gedən maşınlar, avtomobillər hamısı bu yoldan keçir. Onların necə çətinliklə keçdiyini siz hal-hazırda görürsünüz. Demək 5 gün keçməsinə baxmayaraq su kənarlaşdırılmayıb bu ərazidən. Biz aidiyyatı qurumlardan xahiş edərdik ki, bu məsələni həll etsinlər. Demək, hər gün günorta saat 13-dən sonra o qədər böyük tıxac yaranır ki, hətta Sibriz-Kürdaxanı yolu belə bağlanır. Oradan keçən avtomobillər də uzun tıxaclarda saatlarla dayanmış olurlar.